Sevdim bəxtim gətirdi, şükür olsun Allaha. Suyumun qabağını kəsibdi, yetdi başdı əcdaha. Yetdi qaynım olmaqdansa, yetdi düşmənim olsun. Səni mənə versələr, dünyalar mənim olsun. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Yetdi oğuldan istərəm, bircə dənə qız gəlin. Səni mənə versələr, aparardıq biz gəlin. Səni mənə versələr. Ay Güllü, dayan bir dəqiqə, niyə ağlayırsan, nə olub? Nazlı, o gün sənə dedim, mənə hədiyyə verən o. Hə. Hə. Mənə qaçırdıb. Qurban olum, gəlin mənə kömək edin. Mən burada qalmaq istəmirəm. Mənə güclə qaçırdıblar. Gəl tez elə, danışa bilmirəm çox. Dayan bir dəqiqə, gözlə mama gilə xəbər eləyim, neyiniyim mən Güllü? Heç kimə demə. Heç kimə demə. Yaxşı, qurban olum Nazlı, kömək elə. Ay Güllü. Hala mən neynim indi? Xəzər çox pis şey olub. Ne oldu be? Çox pis şey olub. Yəni bunu ancaq sən deyə bilərəm. Yaxşı, sakit ol biraz. Gel otur. Qulaq as. Sən danışacağam, amma birinci söz ver ki, heç kimə deməyəcəksən. Yaxşı da söz verirəm. De görüm ürəyim Bax, heç partladı kimə, ne olur. Xəzər, mən kimdənsə eşidən biləm ki, bu söz çıxa biləcəm ki, sən demisən. Söz ver. Nazlı narahat olmadı. De görüm ne oldu. Dəqiqdə, hə. Ha. Deməli, Xəzər, Güllünün bir sevgilisi var idi. İndi qoşulub oğlana qaçıb. Yoxdur ortalıqda. Yəni öz xoşluğunla qaçıb. Bilməm, deyəsən öz xoşluğu ilə qaçıb. Mən salam da, sevin də, nə gözəl öz xoşluğundan qaçıb gedib də. Xoşbəxt olsun. Xoşbəxt olmasın. Yəni xoşbəxt olmamalıdır. Olmamalıdır da, yəni biz çox pis bir vəziyyətdir. Ay Nazlı, sən nə danışırsan? Niyə xoşbəxt olmasın? Öz xoşluğunla qaçmıyor. Xəzər, deməli Güllü gedib qaçıb. Hə. Əvvəl yaxşı idi, amma indi deyir ki, məni bu evdə güclə saxlayırlar. O evdən qurtulmaq istəyir. Mənə də zəng elədi, danışdı. Deyir Nazlı, nə edirsən? Elə gəl məni bu evdən çıxart. Mən də gəldim sənin yanına. Niyə Xəzər? Onu da eləməsin də. Nə eləməsin? Rast ki öz xoşluğunla qaçmır, onda Allah xoşbəxt eləməsin. Amin. Yəni qurban olum, Allahın öz bilən məsləhətidir, amma biz neyniyək? Tez fikirləşdən, ola səbrim yoxdur. Güllü ilə danış, gör konum açsın, gedək götürəyəm. Amma elə eləməli ki, oğlan xəbəri olmasın. Bilsə alim. Yox, hardan xəbər olacaq? Sən Güllüyə yaz, görək nə deyir. Ona görə bir şey fikirləşəcək, narahat olma. Gözlə. Biraz da sakit ol. Necə sakit olum? Xəzər, elə deyirsən ki, Güllü. Nə edirsən? Ay Xəzər, mesaj getmir Güllüyə. Mesaj getmir. Niyə deyirəm, bəlkə telefonunu alıb əlindən. Bəlkə heç bir də danışa bilməyəcək qızla. Necə eləyək? Bir şey fikirləş də Xəzər, elə baxırsan ki adamın üzünə. Sədun oynayın bir dənəsə. Əldən əmək təyin. Bu da Sədu. Əldən yoxum da oyna da. Səni mənə də öyrətdəm. Öyrədəcəm dayan. Bir dəqiqə dayan. Nədir, hə? Barmağında atma demişəm. Barmaqda adam zər tutur. Ovuzda, belə ovuzda tut, ovuzda at ala. Mən atım qaqon yenə. Tələsmə. Yox, sən bir yaxlar ovuzunda atmadın axı, yalanla işləşsən. Mən oyun başlayan ovuzumda atıram. İnanmırsan baxarsan. At ovuzda. Mənə də öyrədin də bu oyunu. Öyrədəcəm dayan. Hala, hə. Hə, şeş caha. İmkan ver, mən bir də oynayayım böyle şeş caha. Oyna. Ala, bu da ikisi də şeş caha oyna da. Ala, at mənim yerimə. Keçəndə bəlkə bir qoş atsan, ağzı üstə çapala qoyacaq. Yaxşı. Uduzanla gəlin qaçıda oynayarıq. At. Şeştu, qəşəng. Hayır, şeştu da yoxum deyir. Gözlə, burada varımdır. Bu da şeştu olsun. Şeştu. Bak şöyle. Ata bağışlayırlar, nerede oynadık da? Şurada olmuş. Çağırdı. Atacaq.
Doğru getmir buradan. Zar getmir. İkisi qaldı, oyna. At. Açıram, açıram. Bu da 4. Ata, ne olub, nəsə problem var? İşler yaman karışıp. Bu təzə mühasibdən heç gözüm su içmir. Səfərin tanışı da. Ha, olsun da tanışı. Ona qalsa sən də mənim qardaşımsan. Sənə mən cavabdehliyi eləyə bilirəm? Yox. Hə, bir dəqiqə dayan. Yox. Hadi bir dəqiqə dayan da. Ata, narahat olma. Əgər problem olursa, mən özüm sabah gedib özüm nəzarət edəm hər şeyə. Narahat olma. Lazım deyil. Arifə tapşırmışam orada da. Bir yandan da bu zəfər pul istəyir. Estağfurullah. Ha, bu Zəfər də elə bir ki, motoru yağ yiyən maşın kimi nə qədər pul istəyir. Hə, buradayıq. Hədə yaxşı, uşağın əlinin üstə danışma. Daha özün bilərsən. Oğul sənin, pul sənin. Nə tərsən elə də elə. İş orasındadır ki, pul da yoxdur da. Hərəmiz biraz atışarıq da. Bax, ağıllısan da sən. Hərəmiz biraz atışıb. Toydan nə qazanmısan, hə sən? Özünü də biabır eləmə, bizi də. Ha. 10 manat onda ver. Qardaşa göndərək də köməklik eləyək. Demirsən toyum zadım olub. Hə, toyun olsa sən toydan görə nə qədər qazanmısan ki, ağzına gələn danışsan. Bu dəqiqə nə yaxşı dayan. Oyna. İkisi vardı. Hara getdi hə o, hara Birini getdi? oynadım, birində 2, Hə. 3. Hə, biri qaldı. Hə, yoxundu. Yoxdur. Səhələ o da azdı. Bu nətər adamdır, bu cığalçı deyir bu. Buna nədir? 5-5 oyna. 5-5 oynayacam da. Görmürəm, Babam, görmürəm. Bunu qoyacam bura 5-5, buyur. Bəyəxsən. Dudu, hayda. Bu da olsun səhv, göz neyniyəsən ki? Barmağını da atma demişəm, hala ovuzunda at. Nə dəxli var? Ovuzda at da. Gələ, bax, gələ, bu yana atıram bizi, bax. Şeş qoşu. Yerə şeş qoş. Yoxundu, bu biri. Bəsəm, daha yoxundu. Amma sən düz oynamadın, mən bilirəm. Dubirovski. Bəyəx Sadu yerində Dubir oynadın sən. Hə qardaş. Hə elə oradan düz 100-200 metr gəlin, biz buradayıq. Yaxşı qardaşım, yaxşı. Olma. Xəzər tez ol, Güllü zəng eləmişdi, qızın ürəyi partlayır. Nazlı deyirəm bəlkə sən gəlməyəsən. Qardaşların problem yaradır həmişə. Şimdi problem yaradır da mən Güllünü bu vəziyyətə tək qoya bilmərəm. Odur. Hə. Alo, bacı, haradasan? Gəlmişəm, dükan da bağlıdır. Xəzər də yerində yoxdur. Güllügildəyəm. Xəstələrim buna dəyməyə gəlmişəm. Bəs o maşının səsidir, nədir gəlir? Həyətdə idi, yolda maşınlar keçir. Yaxşı, sağ ol. Haydu, bu hardadır? Armudun stəkanda çay. Ürəyimiz yananda çay. Hadi sən də razmerində istədi. Nə vaxt baxıram ağzı işləyir budur. Qaqa çayımı niyə əlimdən alsan? Bu içimdən olar ki adam Ay nədir, sözün yadına çıxartma, qurban olurum, bacı qurban. Git bir dənə çörək al gəl də. yadımdan çıxacaq elə bu bacı. Hə, qardaşımın arvadının üzündən bozarırsan, nəsə. Bu evdə böyük kiçik qalmayıb, mən belə başa düşürəm. Nə dedim, böyüklərə hörmət edirəm. Siz mənə balaca kimi hörmət eləmirsiniz. Dur mənim balaca qaynım, nə olar? Dur, tez get çörək al gəl də, yemək yeməliyik, nə olar? Mənim bacı nə olar, nə birini göndər də, mən getmək istəmirəm. Yorğunam mən. Sən belə bölmüsən, Nəzir? Hə, get çörək al, tez ol. Dur, Qəpik ver də heç olmasa. qəpini sənə get, nisiyə götür, denə ki, Arif verəcək, dur. Dur baxıram, get.
Get qurban olaram, get balacam, evimizin balacası. Get, baxıram buradan. Tez get. Salam xala. Salam oğlum, salam. Siz necə bugün burada? Xəzərin işi çıxdı, getdi. Niyə soruşursan ki? İzimdən baxım. Belə maraqlı gəldi. Nə işdir ki? Şəxsi işdir. Şəxsi də bilmir. Bir damcı üzümdən götürəm dadlıdır. Halal xoşum. Amma yuyulmayıb, bala. Yarım mən, yarım ay. Narahat. Yuy, yoxsa qarın ağrısına düşərsən, ay bala. Yarım. Yarım. Alo qaqa, Nazlıya nəsə olub Necə yəni? Nə olub, hardasınız? Gəlmişəm mən dükanın qabağına, heç kim yoxdur, Nazlı da yoxdur. Necə yəni yoxdur? Zəng eləmsən? Zəng elədim, dedi Gülügildəyəm. Dedi, yoxdur da yoxdur, Xəzərin dükanında da yoxdur. Giz danışma. Giz danışmıram, qorxuram başına nəsə gəlmiş olar da, bölməyə zada düşər, dava zad eləyə. Yaxşı. İnşallah ki taparım. İnşallah. Narahat olmazsan. Hansı evdə, hansı darvazadır bilirsən? Yox, heç nə deməyib, gözü zəng eləyim. Deyən. Deyələ cavab vermir. Cavab vermir də, yox, telefona zəng çatmır. 100% bilsən nə olub, Xəzər? Oğlan bilib ki, Güllü qaçır. Ona görə götürüb telefonu alıb əlindən atıb qırağa. Bəlkə də sındırıb telefonu. O dəqiqə pis fikirləşmə də. Niyə elə fikirləşsən? 2 dəqiqənin içində qurudun quraşdırdın. Qurub quraşdırmıram, reallığı görürəm. 100% oğlan görüb ki, Güllü qaçacaq. Qızın telefonunu alıb əlinə. Neyniyəcək indi? Necə kömək eləyəcək qıza? Neyniyək biz? Bilmirəm ki, bəlkə kimdənsə soruşaq. Kimdən soruşaq burada? Hansı darvaza ola bilər? Bəlkə pəncərədən zaddan baxır bu qız. Harda ola bilər ay Allah? Güllü. Sənə dedim də, buralarda da yoxdur. Tələsmə də, hələ o birisi məhliyə baxmamışıq. Ora da baxaq, sonra da bax. Hələ gəlməyib. Nazlıya nəsə olub görəsən? Telefonu cavab versə biləcəkdə nə var, nə yox. Gəl vaxt itirməyə, atam gilə deyəydim. Səs-küy salmadı, özümüz tapacağıq. Hələ gedək o tərəflərə baxaq. Bəlkə də Güllü ilə dükanlara girib. Yoxdur da, yoxdur. Gəl də, gəl, ağlama. Sağa dön. Bu uşaq yarı tutmadı da. Bu harda qaldı? Deyə, 100% yeyib dükana, başı qarışıb söhbəti heç bilmir ki, nəyə gəlib dükana. Bu Nəcibin başı tamam gedib. Gör biz neçə saatdır çörək gözləyirik. Böyüklərini hörmət istəyir. Siz onu məcbur göndərdiniz, o da acığa gec gəlir. Mən də onun yerində olsam elə eləyərdim. Məcbur göndərməyimizi eşitmişdürsə, durub özün gedəydin də, qoymazdın o gedə. Narahat olma. Bu dəqiqə mən onda onun abırın bükərəm ətəyinə, gözlə. Buna zəh çatmır. Zəng çatmır? Quduru bə bu, buna zəh də çatmır. Oh my gosh! Ola bilər ki, Nəcib bir də gəlməsin. Ola bilər ki, Nəcib ümumiyyətlə bizim hamımızı silsin. Ola bilər ki, Nəcibin ürəyi bizdən bir dəfəli incisin. O bir də bizi görmək istəməsin, ola bilər? Hə? Ay şəkər. Sən yiyən yoxdur, bala. Başa düşmədim, o nə deməkdir? Sən yiyən olsa, sən bilirsən nə bu sifətlə nə qədər gözəl verilişlər apararsan. Bəsdir də, adamda bir abır haya yaxşı şeydir. Siz böyük kiçik qanmırsınız, oturmuşam bir saqqal ki, mən ölməmişəm. Nəyə qoyub, nəyə axtarsın, Əhməd Papçika? Lay divarım, nə olur ki, çörək al gəlsən. Sən lap quşu gözündən vurdun. Durun da, durun bir üz gedin də, durun. Gedin çörək alın gəlin. Nəbi, 11 nömrənin xodda. Mən niyə getməliyəm ki? Nətər mən niyə getməliyim? 2 yaş məndən balaca səni. Səndən 2 bayram böyrəmizən, nə qədər səndən çox şəkəbra qoğal yemişəm. Dur, nə qədər ki, ağzı üstünə şapalaq dəyməyim, ged vaxtımda al gəldi. Arvad da burada, kişi də burada. Gəyə basaram mən. Get tez ol. Qoy, siz oturaq, bir dənə şeydə. Biraz tez ol.
Acından ürəyim gedir. Ha, kimdir o? O nədir? Qapının ağzına qoymuşlar baba. Nə yazılıb? Sakit ol, oxu. Hamıya de. Da aç da. Çörək yoxdur deyə, heç olmasa onu aç. Bu nə oyunda bizim başımıza gəldi. Ha, bir şey fikirləşin də görün nə edirik. Hayata bu Bu uşağın başından oyun gətirəcəklər, mənim xəbərim yoxdur. Ha, bəlkə biz səhv oxumuşam. Ha, bir oxuyun da kiçik doğursunuz. Hayata bu evin kişisi sənsən, evin ağsaqqalı sənsən. Sən oxumusansa deməli düz oxumusan da, vəssalam da. Deməli mən yanılmamışam, hə, düz oxumuşam. Hala, bəlkə oxuyasan bir dənə. Bax, Nəcib bizim əlimizdədir. Nəcib haqqında sizə xəbər verəcək. Heç kimə heç nə deməyin, yoxsa Nəcib öldürəcəyik. Deməli düz oxumuşam da, hə? Ha, nə yatmısan? Nəyiniyim həyata? Yazığın nə toyu oldu, nə nişanı oldu. Subay öləcək bu. Ha, ağzının da açıqda fikir verə bilib. Bax gör nə danışırsan da. Nə dedim mən? Nə dedim mən? Ölməmişsən uşağı yaxşıdırsan, ha? Nə dedim mən? Sən də lap... Hadi mən neyniyim hayat, indi fikirləşirəm də nəsə bir şey, mən də bir çıxış yol axtarıram da. Axtarıram ki, görüm nətər eləmək olar bunu. Bu da ağzını bəd-bəd açır o dəqiqə. Düz deyirəm də mən. Baş çıxaram. Nə qələt eləyirsən sən, düz deyirsən. Sakit. Hirsi başda ağıl olmaz. Biraz öz-özə gəlin. Zəng çatmır da, Xəzər. Bu qıza zəng çatmır. İnarsan soyuqdan da donuram. Gəl heç olmasa bir şeydən başlayaq da. Şirin canın var da sənin. Hardan başlayaq, neyniyək? Gözləyək eləcə. Bir qapı açıqdır. Bəlkə deyirəm, içəridə nəsə xeyir iş var. Girək soruşaq da evin kişisindən. Sən öyrəşmirsən də, harda açıq darvaza varsa, gəl bura girəsən də. Yəni bu dəqiqə bunun yeri deyin də, ən azdır. Gəl. Amma sən keçmə də, sən dur burada, mən özüm baxım. Aya, sən yenə də gəlmisən? Ailələrimizi qoruyaq. Ailə cəmiyyətimizin kiçik bir nümunəsidir. Hər şey ailədən başlayır. Sizsə mənim uşağımı gözüm sıxdıya saldınız. Bütün günahlar səndədir, Yaşar. Ömrü boyu sən onu pərt elədin. Ömrü boyu sən onunla məzələndin. Nədir, düz demirəm? Gör kim kimə nə deyir, hə? Sən də öldün, hə? Onun ayaqlarından tut, zorabını dartıb cıran o da ki, heç də dinmirdi, küsürdü, qıraqda dayanırdı. Ha, mən neynim, ayağı böyük olaydı. Buraya bir dəqiqə deyən niyə yaxşı yadıma düşdü. Sən də ördün o güllü köynəyi götürüb plavmasından rəngləyən, o da əsəbləşirdi, girdi, deyinirdi. Sən amma heç də deymirdi, çünki sən onun böyük qardaşıydın, hə? Sən nə edirdin, hə? Onun ayaqqabısının içliyin çıxardırdın, götürürdün Nazlının o tabanlarını qoyurdun onun içinə, hə? Bir dəqiqə deyən görüm ki, mən zarafat eləyirdim. Mənə əsəbləşmirdi, başa düşdün? Amma sənə əsəbləşirdi. Hər nə üzünə əsəbləşirdi. Yadından çıxıb, o Şirinçay ilə qaşıqlayanda əlindən aldın, yazıq uşaq ağlayırdı böyürdə. Hə? Bir dəqiqə dayan, nətər olur, hə? Siz deyəndə zarafat olur, mən deyəndə adam əsəbləşir, nə olar ki? Elə çıxır da, elə çıxır. Nətər elə çıxır? Elə çıxır da. Nətər elə çıxır? Bəsdir! Sizin dərdiniz budur.
Mənim dərdim isə uşağımın dərdidir, ölüm dirim məsələsidir. Bir şey fikirləşin. Dayı, valla səhv başa düşmüsən bizi. Dayı, valla biz elə adam deyilik, duraq kimisə. Ay qız, sən keç içəri, darvazanı da arxadan bağla. Keçməyək, sən dur burada ara keçirsən içəri. İmkan vermərəm gedəsiz. Bundan qabaq da mənim toyuğumu sən oğramışdın. Nə toyuğu ay dayı? Dayı, biz toyuq oğursuyuq, biz başqa kere gəlmişik bura. Özünü bilməməzliyə qoyma. Bir neçə gün əvvəl yenə sən mənim toyuğumu oğramışdın. Dayı, danışıqla fikir ver, biz toyuq oğursu deyilik. Deyirəm ki, başqa şeyə görə gəlmişik bura. Bir imkan versən deyəcəm niyə Toy gəlmişik. oğrusu deyilsən də başqasının həyatına niyə girmisən ha? Ay sağ ol dayı, adam onu deyərlər. Niyə başqasının həyatına girirsən? Ha, o oradan sən buradan. Yəni bu dəqiqə bunun yeridir. Biz Yeri deyil, sən darvaza açıqdır. Sakit ol, başım ağrır. Mən sizinlə başqa cür danışacağam. Dayı, biz bir adam axtarırıq. Gördüm ki, sizin qapı açıqdır. Dedim girim, bu evin kişisindən soruşum görüm, belə bir adamı görüb yoxsa yox. Nə toyuq oğursu? Sən çox ağıllı adamsan. Sən dedin, mən də inandım sənin sözünə. Mən belə başa düşürəm ki, bu bizi başa düşməyəli. Nə demək lazımdır? Qaçmaq lazımdır. Bir də sizi buralarda görməyim ha. Bu da sənin dərs olar Xəzər. Bundan sonra harda açıq darvaza gördün, gəlib girmərsən. Yəni indi bu saatda bunun yeridir. İndi dalaşaq da sən də mən deyim, sən də mən deyim. Qapıya özümə boylanırıq ha. Nə edirik biz burada? Sənin rəfiqəni axtarırıq da. Güllüyə görə boylanırıq. Orada nə Xəzər, nə? Hardan tapaq qızı? Salam aleykum, indi alimsən? Hədə nə? Onu de. Nə bilim nə? Güllü yazdı. Nə deyir? İmkan versən baxacam deyan. Gözlə. Telefonumuz ayırtkası qurtarmasın deyə söndürmüşdüm, arada qaldız. Denən hansı qapıdır? Əmir verməyə mənə, bilirəm nə yazmaq lazımdır. Əmir vermə, yəni deyirəm tez soruş da. Soruşuram da imkan versən. Qapıdır. Kaprizinlə şey deyir. Xoşun gəlmir, gedə bilərsən. De. Nə deyir, nə oldu? Qulaq as. Belə tapa bilməyəcəyik. Yaxşı, onda belə eləyək də, sən düz get, mən də yuxarı məhəlləyə bax. Mən də onu deyəcəkdim imkan versəydim. Neçə saatdır? Bilmirəm. Düz get, mən də... Nəsə olsa mənə xəbər elə, yaxşı? Nazırlının bu işdən xəbəri olmamalıdır. Bilsə, gəl olar. Narahat olma, ata. Nazlının işdən də xəbər olmayacaq. Əsas odur ki, Nəcib tapılmasa, biz hamımız dəli olacaq. Bu uşağı kim oğurlaya bilər, ha? Bilsən ağlıma gəldi. Bu Nəcib həmişə bu Zəminə xalanın nəvəsi ilə oynayırdı axı uşaq vaxt. Həmişə onu döyürdü Nəcib. Deyirəm bəlkə oyunda onun nəvəsi böyüyüb elib qısas alıb. Hə, o 30 ilin söhbət deyirsən, başın xarabdır. Yox, ola bilməz. O cür Əminə xalanın toyuqlarını qovurdular. Deyirəm bəlkə onu da əri xaricdədir, bəlkə adamzat göndərtdirib. Deyəm. Bu yaxınlarda bu məhəlləmizə toy karvanı gəlmişdi, papa. Hə, qız gəlib götürməyə də. Nəcib də gedib maşının qabağını kəsib, gəlin maşının qabağını kəsib, şirinlik istəyib. Sonra da öz danışırdı, deyir ki, bəy də çox əsəbi idi, vaxtı yox idi. Nəsə olub ora-bura, bəlkə o bəy özü sonra toydan sonra onunla söhbət eləyib. Bir başını işlət də. Maşın qabağını kəsmək adət, ənənədir, başa düşürsən. Amma bir fikrim var mənim. Bu Zakir var. Nəcib onun toyunu yaxşı oxumamışdı, bərbad günə qoymuş toyu. Deyirəm, bəlkə Zakirin işi olar. Qısas çıxır da, qaqaş gözlə. Yox, Zakir işi deyil, elə şey yoxdur. Mən sizə deyim, tapdım indi kimi işidir bu. Bu Xatirə xalanın işidir. Xatirə xalanın nəvəsini bu gəlin köçürdəndə, bu da girər, indi adətdir də Nəcib. Ürəyi istəyib, gedib bu bibər badımcan tutmaların padvaldan oğrayanda adətə görə. O da görüb, simişdə özü Xatirə, tanıyırsınız da. Başlayıb ki, ay Nəcib, gətir qaytar onları. Bu da qaytarmır, və adətdir. Deyib, sən görərsən, sənin başımın oynatacaqsan. Deyirəm, bəlkə onun işidir. Bir dənə zəng eləyim, doğrudan o. Bəs mən nədir? Mən inanmıram. Nə gic danışırsa, belə şeyə görə adam oğurlayarlar. Düz deyirsən, mən fikirləşdim ki, Zakiri ola bilməz. Onda Xatirə xala da deyil.
Yəni bir məsələ var. İndi bunun bir normal problemi olan adam olmuyor, başa düşmədim. Mənim uşağım tərtəmiz uşaqdır. Burada oturub boş-boş fikirləşməklə iş düzələndə gedən axtarağım, tapağım. Düz deyir də kişi. Burada nə gözünü döyürsən gərək. Salam, axşamınız xeyir. Nə lazımdır? Mən su filtri ilə bağlı gəlmişəm. Vaxtınız varsa sizə məlumat vermək istəyirəm. Ehtiyac 5 dəqiqə viza alacağam. Həm sağlamlığınız üçün vacibdir, həm də cibinizə xeyirdir. İcazə versəz. Onsuz da istəməyəcək, lazım deyil. Bilirəm, başa düşürəm, amma bizə də şirkətdən tapşırıblar. Yəni mən sizə məlumat verməliyəm ki, mən də işim üçün lazımdır. Oradan da bizə pul gəlir. 5 dəqiqə çox vaxtınızı almayacağam. Çox xahiş edirəm. Salam dostlar. Ekran tıklayın zəhmət olmasa. Sizə bir xəbərim var. Heç bilmirəm bunu necə deyim. Biraz gözləyim, digər dostlarım da gəlsin. Ya da bunu bölüşməsəm olmur. Bizim ailəmizdə çox böyük bir faciə baş verib. Belə ki, əslində bu bizim ailənin böyük faciəsi. Yəni bu 6 qardaşın, bir bacının, 2 gəlinin, bir qardaş qızının və bir ağsaqqal atanın faciəsidir. Mənim axırdan 2-ci qaynım, Nəcib qaynım, əcaib, biraz saf, təmiz, tez anlanan qaynım oğurlanıb dostlar. Az dəli sənsən. Bismillah, nə Deyirsən olub? Nəcibin yasında şaxsay vaxtsa getmək istəyirsən. Az deməyiblər, heç kimə deməyin. Bağlı canlana. Ye. Alo. Hə, can aşkım, eşidirəm. Sən mənim qardaşımın qatilisən. Buyur. Orada nə ağlıma gələn edirsən? Sil o TikToku. Başımıza oyun açırıq. Gördünüz bunu? Hot. Olmur, 5 əlinin 5-ini də bal eləsən, bu ailəyə xeyir dəymir. Mən bunun qardaşı üçün çalışıram, vuruşuram. Bunun elədiyinə bax, yoxdur da qədrin bilinmir ki. Sosial şəbəkələrin təsiri altına düşmək olmaz. Bu kimdir görən? Gedək mətbəxə. Sonra bu heç xeyir əlamət deyil. Siz mənim həyatımın super qəhrəmanlarısınız ha. Yaxşı ki varsınız uşaqlar. Ömrümün axırına qədər nə istəsəz eləyəcəm sizə. Ay qız, sən yaxşı ol, bu mənim bəsdir. Bütün kanallarım qaçdı, beynim donub. Sən normalda göy beynin çox belə əla işləyirdi, hələ bu gün dondu da. Nə olar, Güllüyə bax, biraz şirinli olmalı. Onun acı dilinə qurban olaram mən. Onlar harda var? Eşitdin Xəzər? Yəni acı dil deyirsiniz, amma o qədər də
Görəsən bu kimdir? Yaşar ola bilməz. Bayaq dedi ki, işdədir. Bu qədər sürətlə gələ bilməz. Az bu kimdirsə şir ürəyi yeyib. Mənim 4 qat çempionum indi dursa alaydı varım. Gəlib bu qapını necə çırpır ha bu? O da gəlib onu elə çırpacaq nə biçim. Mənə bax, nə üzrə çempion olub ki, elə 4 qat. Onun yeridir, cəhənnəm oldu. Az bir dəqiqə böyük gəlib. 1 2 3 deyən ikimiz də. 1 2 3. Əlizim qalmasın. Aç. Məktub?